Yeah. 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 Bu söz incisini düzen zaman ben böyle danışmıştı bu nəqli deyən. Ərəb torpağında bir kişi varmış, şöhrəti, hörməti aşıb daşarmış. Oymuş başçısı amirlərin, abadmış torpağı olduğu yerin. Yel kimi əsdikcə şöhrəti sanı, ətirlə yuyarmış Ərəbistanı. İnsanlıq elmində bolmuş hünəri, heyrətə salarmış o dünyaları. Ondaymış ərəbinlər ixtiyarı, Qaruna bənzərmiş dövləti varı. Fəqirlər, qonaqlar razıydı ondan, bəxti çıxmamışdı öz qabığından. O bir xəlifə tək məşhur olsa da, övladsız, işıqsız bir şamdı o da. Sədəfdən daha çox oğullar ardı, dənsiz sümbül kimidən arzulardı. Deyərdi bəxt gəlibim dağda çatsın, onun da ağacı bir budaq atsın. Özü sərv kimi qopsa kökündən, başqa sər boyatsın onun mülkündən. Laçın qanad çalıb gəlsə çəmənə,